Biləsuvarda növbəti əmək yarmarkası keçirilib. 12 müəssisə işsiz və iş axtaran şəxslərə müxtəlif vakansiyalar təqdim edib. Vakansiyalar əsasən kənd təsərrüfatı, emal, xidmət və istehsal sahələri ilə bağlıdır. Yarmarkada 300-ə yaxın iş axtaran vətəndaş iştirak edib. Uyğun namizədlər növbəti mərhələyə dəvət olunublar. Zəng olunub mənə, gəlmişəm, işlə bağlı, özüm sürücüyəm. Vakansiya üzrə sürücü kimi fəaliyyət başlayacağım inşallah. Yəni burada indi mənə aid sürücülük işi var, indi sənədlərimi təqdim edəcəm. Mən bank işi ilə bağlı müraciət elədim. Təhsilim olduğuna görə təhsil işlərinə də müraciət eləmişəm. Yəni indi cavab gözləyirəm də, gələcək. Burada vakansiyanın tələblərinə uyğun işsiz və iş axtaran şəxslərin CV'ləri təqdim olunur. Onların işlə təmin olmasına köməklik göstərilir. Və bir digər yanaşmamız bundan ibarətdir ki, bizim Dövlət Məşğulluq Agentliyi olaraq aktiv məşğulluq tədbirlərimiz var, planlarımız var. O proqramlar içərisində həm kənd təsərrüfatı aktivləri ilə, həm də istehsal və xidmət sahəsi üzrə aktivlərlə təmin olunması istiqamətində vətəndaşlara köməklik göstərilir.